bugünkü əməliyyatımız mitral qapağın təmiri, yəni həmişə demişik, təmir qapağın protezin dəyişdirilməsindən daha yaxşıdır. Qapaq tam olaraq bərpa olunub, onu sabitləşdirən ringi də tam olaraq burada görə bilirik. Bu xəstədə ən böyük problem nə idi? Bunun bu xəstəliyi, mitral qapağa saxlayan xordası bir il əvvəl qopub. Bu qopma nəticəsində qanın böyük bir hissəsi ağciyərə gedir. Nəticədə ağciyərin damarın təzyiqi yüksəlir. Bu belə olanda ağciyər təzyiqinin yüksək olması birmənalı olaraq əməliyyat riskini artırır. Ona görə biz oradan irəli gələrək hər şey hazırlıqlarımızı gördük. Rekonstruksiyadan sonra biz gördük ki, ağciyər təzyiqi aşağı düşdü. Qan artıq ağciyərə deyil, bütün bədənə axmağa başlayır və öz qapağı da təmir olunur. Ring çok yaxşı implantasiya olunub, heç bir qaçış yoxdur, delubrikasiya yaxını yoxdur. Qapalı üzərində vəziyyətlər normaldır. Əlinizə sağlıq. Çox sağ olun.